Tamam. Bugünkü mövzumuz olacaq switch. Switch'də basic configuration'ları eləyəcəyik. İlk praktiki dərsimizə demək olar ki, başladıq. Konfigurasiyalara keçmədən əvvəl ümumi bir switch haqqında danışmaq istəyirəm. Nə olduğunu xatırlayaq switch'in. Demişdik ki, switch'in əsas rolu şəbəkəni mərkəzləşdirmək, məlumatı ikinci səviyyədə ötürmək, qəbul etmək və ölçəkləndirə bilməkdir şəbəkəni. Bu dediklərim nədir? Gəlin onları açıqlayaq. Tutaq ki, Paint-də açım bir dənə səhifə. Tutaq ki, mənim 2 dənə mərtəbəm var, 2 mərtəbəli bir binam var və hər mərtəbədə mənim 50 dənə kompüterim var. Routerum da ikinci mərtəbədə burada bir yerdədir. Buradan da mən internetə çıxıram da. İndi mərkəzləşdirmək deyərkən biz nəyi nəzərdə tuturuq? Mən gəlirəm, bu routerun olduğu yerə bir switch qoyuram. Bunu da router'a bağlayıram. Bu mənim olur core switch'im. Yəni bütün nə internetə çıxacaqsa, gəlib bu switch'ə birləşəcək. Ola bilsin bu kompüter olsun, ola bilsin başqa bir switch olsun və s. və s. Hər mərtəbədə də tutaq ki, mənim 50 dənə kompüterim var. Bu 50 kompüterin hamısını mən gəlib router'a bağlaya bilmərəm. Nə də core switch'ə gəlib bağlaya bilmərəm. Çünki mənim 100 dənə kompüterim eləyir. 100 portlu bir switch bəlkə də var, çox üst səviyyələrdə, amma inanmıram. Və əsasən 24-48 portlu switchləri istifadə edirik biz iş mühitində. Hətta bəzən ondan da aşağı portlu switchləri istifadə edirik. Biz onda nə arayacağıq? Birinci switchin o mərkəzləşdirmə dediyimiz xassiyəsindən istifadə edəcəyik. Gələcəm bura, məsəl üçün mərtəbənin biri burasına, 50 kompüter olduğunu nəzərə aldım şəbəkədə. Bir də burasına. Bir dənə 48 portluq da qoya bilərdim, bəlkə də. Məsələn 50 yox 40 dənə olsaydı, amma nəzərə alsaq ki, bu şəbəkənin biz dinamikliyini də nəzərdə almalıyıq. Sabah bir gün kompüter sayı arta bilər, azala da bilər. Ona görə. Koridorun tutaq ki, bu tərəfindəki, binanın bu tərəfindəki şeylər, yəni bu switchə daha yaxın olanlar və kabelləşmənin məsafəsi falan daha qısa olsun deyə. Bəli, buyurun. Üzrlü sayın ekranınız görsənmir, indi görsənmir. Görsənir indi? Bəli. Tamam. Nə deyirdim? Bu switchə daha yaxın olan kompüterlər gəlib bu switchə birləşəcək fizik olaraq. Mərtəbədəki digər switchə yaxın olanlarsa gəlib bura birləşəcək. Bu oldu mənim switchimin mərkəzləşdirmə xassəsi. Yəni hamısını dənə-dənə router'a mən onsuz da birləşdirə bilmərəm. Routerların port sayı ona imkan vermir. Tək switchə də birləşdirə bilmərəm. Gəlin mən hamısını ən yaxındakı switchə birləşdirirəm. İndi bu da adlanır şəbəkənin topologiyası. Ərazidən, binanın formasından, şəbəkədə iştirak edəcək host sayından asılı olaraq o topologiyada istifadə olunan switchlərin yeri, sayı, bir çox şey dəyişə bilər. Sonra nətər olacaq? Bu switchlər də gələcək, mənim bu başda core switch dediyim switchə birləşəcək. Bu mərtəbədəki kompüterlərdə yenə bu şəkildə 2 dənə switch ayıracam, gələcək bunlara birləşəcək. Buradan da dediyim core switchə gəlib birləşəcək. Oradan da bu core switch də router'a birləşəcək, oradan da internetə çıxacaq. Kobudca belədir. Bu mənim switchimin mərkəzləşdirmə xassəsi və ölçəklendirilə bilmək də nədir? Tutaq ki, mənim bir otağım var, belə bir otaq. Ya otaq deməyək də, buna mərtəbə deyək. Bu mərtəbədən əslində bayaqlarım dediyim məntiqə gəlib çıxır. 10 dənə kompüter varsa, mən onunu da birbaşa aparıb router'a qoşa bilməyəcəm də. Yəni birinci o switchdən keçəcək, sonra router'a gedəcək. Yəni bu da o deməkdir. Həm şəbəkədə iştirak edəcək host sayını artıra bilirik biz bu switchlər sayəsində. Həm də ki, şəbəkəni mərkəzləşdirmiş olduq. Yəni, switchlərin də növləri var. Management switchlər demişdik məsələn birinci dərsdə. Hansı ki, bunlar qiymətləri də ucuzdur. Sadəcə konfigurasiya oluna bilmir. MAC adreslə işləyir, yenə hublardan fərqli olaraq MAC adreslə işləyir. Ancaq konfigurasiya oluna bilmir deyə yenə tam ideal bir həll yolu sayılmır. Daha otağa bir dənə kabel gəlirsə, məsəl üçün mən oraya bir dənə management switch qoyuram. Bu keçici bir həll kimi təqdim oluna bilər sadəcə. Yəni məsləhətli bir şey deyil. Amma elənirmi? Elənir. Bir dənə kabel gəlirsə otağa, mən o kabeli qoşuram buna. Bu switchə. Bu switchin də nə bilim 4 port ola bilər, 5 port ola bilər, 8 ola bilər, 12 ola bilər. Modelindən, markasına görə dəyişir.
Yəni bir portum mənim uplinkim olur. Uplink dediyimiz şey də yəni bu da çıxıb mərtəbədəki digər bir switchə gedəcək də yəni. Yəni internetin gəldiyi kabelə biz uplink deyirik. Oradan da otağa digər kompüterlərə paylanacaq. Yəni bir kabel gəlirdi otağa, oldu indi məsəl üçün 10 dənə, 15 dənə artıq switchin port sayı neçədir? Sonra PoE switchlər var. PoE sözünün açılışı da Power over Ethernet deməkdir. Yəni internet üzərindən verilən internet üzərindən verilən güc. Bu da nə harda istifadə oluna bilər? Məsəl üçün access point-ləri qoşanda və ya kameraları qoşanda ona əlavədən bir enerji kabeli, power kabeli çəkmək yerinə həm o internet, Ethernet kabeli üzərindən həm datanı, həm də enerjini ötürmüş olduq. Bu da adlanır switchin, hər switchdə olmur o. PoE dəstəkli switchlərdə olur. Əgər PoE dəstəyi yoxdursa bizim switchimizin access point-u nətər quraşdıracaq? Access point-u quraşdıranda ya əlavədən buna bir elektrik kabeli çəkməliyik, ya PoE-dən qoşulacaq, ya da belə bir qurğu var. Kiçik bir qurğudur. 2 dənə port olur. Adi Ethernet kabeli, məsəl üçün şəbəkədən gəlib buna qoşulacaq Ethernet kabeli var idi, amma PoE olmadığı üçün buna qoşa bilmirdik də. Qoşsaq da mənası olmur. Bu gəlir daxil olur bura. Bunun burasından çıxan təzə Ethernet kabeli var ha. O PoE olmuş olur. Yəni normal internet şəbəkə kabelini PoE-yə çevirmək üçün nəzərdə tutulur bu alət. Elə non-PoE to PoE converter belə bir adı var. Fərqli adlar deyilə bilər. Bu özü də əlavədən gedib şeyə qoşulur da, yəni toka qoşulur. O ayrı məsələ. Belə. Və switchlərin əsas xassələrindən biri də MAC adresinə görə işləməkdir. Bunu keçən dərs ətraflı başa salmışdım. Sadəcə üzərindən biraz daha keçəcəm. MAC adresinə işləmək nədir də, yəni nəyə deyilir? İndi birazdan konfiqurasiya eləyəndə də baxacaq MAC table-a falan. Onda daha aydın başa düşərsiniz. Yəni biz demişdik ki, məsəl üçün hub gəldi, hava internet. Hətta gəlin elə bunu Packet Tracer üzərində göstərim. Belə şəkil çəkməkdənsə burada daha aydın olar. Bizim hub'ımız hardadır burada? Deməli. Hub. Bunlar da mənim kompüterlərim. Qoşdum bunu hub'a. Hamısını qoşuram hub'a. Mən dənə-dənə hamısına IP verib göstərmirəm. Prosta yəni olacağı müəssisə deyirəm də. Məsələn, mən bu kompüterdən bu kompüterə ping atmaq istəsəm, istənilən halda bu paket broadcast olaraq gedəcək. Bu da bizim istəmədiyimiz bir şeydir. Yəni mən indi məsəl üçün bu kompüterdən bu kompüterə məlumat göndərmək istəyirəmsə, niyə bu ikisinə də gedib çıxsın axı? Bu mənim həm şəbəkəmi yorur, broadcastım artmış olur da şəbəkədə. Həm də ki, şey eləyir. Nədir onda? Təhlükəsizlik problemlərinə əməl gətirir. Yəni tutaq ki də mənim bu iki kompüterim IT-lərin kompüteridir. Onların VLAN-ındadır. Bu iki kompüter isə tamam fərqli işlərə sahib olan insanların, bu HR-ınki olsun, bu maliyyənki olsun məsələn. Buna aid olan broadcastlar niyə gedib bura çıxmalıdır ki? Amma switch olanda, yəni bunu delete eləyək. Yerinə bir dənə switch qoyaq. Bu arada ekran görünür, nəsə problem yoxdur ki? Görünür. Tamam. Bunu qoşaq. Bunların aktiv olmağa bir müddət çəkir. O da STP ilə əlaqəli bir şeydir. İnşallah ilərləyən dərslərdə o STP ilə əlaqəli danışaq. İndiki mövzumuz deyil. Burada necə baş verəcək? Mən bu kompüterdən bu kompüterə məlumat göndərmək istəyəndə məlumat gələcək bura. Switch öz şeyinə baxacaq. Gəlin buradan da göstərim. Show MAC table. Show MAC address table. Aha, görürsünüz, indi hal-hazırda boşdur da. Gəlib baxacaq. Görəcək ki, mən bu kompüterə göndərmək istəyirəm mesajı. Gəlib buradan MAC address table-ına baxacaq. Görəcək boşdur. ARP paketi göndərəcək. Yəni Address Resolution Protocol olacaq da. Yenə bir dəfə, ilk dəfə tanıyanda broadcast eləyəcək. Ancaq broadcastı qutarandan sonra gəlin onu mən bir dənə qısaca sadəcə bu iki kompüterə IP verərək göstəreyim. 1.1.5 verək məsəl üçün buna. Bunu da 1.10 olaraq vereyim. Sadəcə qısaca göstərirəm. Bunu keçən dərsdə şeyləmişdik. Məsələn, gəlsəm mən buradan 1.10-a ping atmağa çalışsam, 192.168.1.10-a
ping getdi. Tamammı? Ping getdi. Əvvəl MAC adres table bunun boş idi da. Görsən. İndi mən təzədən MAC adres table-na baxmaq istəsəm, Fast Ethernet 1 ilə 01 ilə 02-ni əlavə elədi bura. Və o da nətər oldu? Bu ikisini qoyuram qırağa. Baxın görsün Fast Ethernet 01 budur, 02 bu. Simulasiya moduna girək, onu tam dəqiq göstərim sizə. Baxın, bu paketi switch-ə göndərəndə öz MAC adresini yazıb qoyduğu üçün içinə, baxın, source-da bunun MAC adresidir. Bunun MAC adresini yazıb qoyduğu üçün içinə, gəlib belə kompüterdə baxanda görəsiniz MAC adresi. Ethernet 0 portu MAC adresi. Öz MAC adresini yazıb qoyduğu üçün switch başa düşür. Başa düşür ki, hə, mən 1.0 portuma birləşmiş olan cihazın MAC adresi budur. Məlumatı da buna göndərəndə bundan da öyrənmiş olur ARP-la göndərəndə. İlk səfərdə öyrənir, onu da MAC adresinə yazır. MAC table-na yazır. Və bundan sonra bu başa düşür ki, artıq broadcast eləməyə ehtiyac yoxdur. Mən ikinci dəfə məlumat göndərmək istəyəndə onsuz da MAC table-na baxıram, görürəm burada bu varsa göndərirəm. Gəlin onu əyani şəkildə də görək. Bir dənəsini də yaratdım məsəl üçün. 1.15-lə. Ping ataq. 1.15-ə ping ataq. 192.168 1.15. Atdım. Baxın görürsünüz bu dəfə pingdən əlavə burada ARP paketi də generasiyalıdır. Baxın bu yaşıl olan ARP-dır. Birinci onu göndərəcək. Bu niyə paketi göndərdi? Prosta onu anlamadım. Bu nə paketidir? Bundan mən nəsə eləməmişdim. Nəysə. Baxın broadcast olundu. Prosta bu mən bundan nəsə əmr yazmışdım ki, yox, niyə göndərdi ki? Qəribədir. Bunu da öyrən deyəcək. Dərsə qoşulmaq istəyən var deyəsən. Yoxsa, qoşulub. Gəlin bir dənə bunun switch-in mən bir dənə silim, təzəsini qoyum yerinə, çünki o MAC adresi yazıldı ora. Bundan da bunu birləşdirək. Yenidən bir ping ataq. 1.10 idi da səhv eləmirəmsə. Ping paketi generasiyalıdır. Ondan əlavə ARP paketi də generasiyalıdır. ARP paketi getdi bura. İndi bu broadcast deyə əslində bütün kompüterlərə getməlidir. Sadəcə mən bir dənə kompüter qoşmuşam deyə sadəcə bura gələcək də. Baxın görürsünüz FFF broadcast. Gəldi bura. Bunun sayəsində bu həmin kompüterin baxın FFF yerinə bu dəfə öz MAC adresini yazdı bu kompüter. Daha doğrusu bura yox, bura yazdı. Çünki source-a yazır öz MAC adresini. Göndərdi bura. Bunun sayəsində də switch bunun MAC adresini öyrənmiş oldu. Və bundan sonra da başladı 4 dənə ping paketi getməyə, gəlməyə. Baxın, buradan show MAC address table desək, görəcək. Enable show MAC address table. Gördüyünüz kimi gəldi, yazdı bura. Mən bunu ikinci dəfə artıq ping atmaq istəyəndə, simulasiya gedək. Bu səfər ARP paketinə ehtiyac olmayacaq. Yəni hər səfərində broadcast olmayacaq. MAC adresindən işlədiyinə görə. Gördüyünüz kimi ICMP paketləri bu dəfə ARP olmadı. Amma hubda elə deyildi. Hubda MAC adresinə işləmədiyinə görə hər halda hara fırlasanız hər səfərində broadcast eləyir. Switchlər haqqında bu qədər danışdığımız bəsdir. Gəlin artıq konfigurasiyalara başlayaq. Bu bizim switchimiz. Düzdürmü? Gəldik bunun CLI-na daxil olub buradan da yaza bilərik. Amma mən gerçək həyatda necə baş verir, onun haqqında danışacağam. Switch'in belə indi burada Packet Tracer-da girdiyiniz kimi girib yaza biləcəyiniz birbaşa interfeysi olmur. Onun üçün connection qurmalısınız. Nətər olur o da? Switch-i ilk qutudan çıxardanda siz məcbursunuz ki, ona hər hansı bir kompüterlə qoşulasınız. Şəbəkə üzərindən qoşula bilməlisiniz, çünki bunun heç bir konfigurasiyası olunmuyor. Gəlirsiniz, o da konsol kabeli vasitəsilə olur. Elə switch-in öz qutusunda həmin qutudan konsol kabeli də çıxır. Konsol kabeli də dediyimiz bir ucu RJ45 Ethernet, digər ucu isə USB olan bir kabeldir. Yəni əsasən elə olur. Bunun gəlirəm konsol kabelinə qoşuram. Bunu da gəlirəm bunun konsol kabelinə qoşuram. Sonra da desktopdan gəlirəm Pati adında bir proqram var. Fərqli proqramlar var bunun üçün. Məsəl üçün çox vaxt Patidən istifadə olunur. Ən məşhurlarından biri odur. O proqram vasitəsilə bu konsol kabeli üzərindən switch-ə qoşula bilirik. Buradan daxil olduq.
İndi o PATI programming interfeysi tam olaraq belə olmur. Orada fərqli şeylər yazırsınız. Məsəl üçün hansı connection üzərindən qoşulursunuz, COM 1.9-dan qədər falan dəyişə bilir onlar. Yəni onlar elə belə şeylərdir. Girib 2 dəqiqəyə kompüterin özündən baxırsınız, yazırsınız. Qoşuldunuz. Baxın, qoşulan kimi mən kompüterin üzərindən switchə qoşulmuşam. İndi mən istəyirəm ki, buradan istədiyim konfigurasiyanı edə bilirəm. Mən istəyirəm ki, switchə hər səfərində gedib kabel taxıb qoşulmayım. Çünki bu heç praktik deyil də. Tutaq ki, server otağı durub server otağında mən hər nəsə konfigurasiya eləmək istəyəndə durub ora getməyim, kabeli qoşub şey eləməyim absurddur da. Yəni necə deyək, effektiv deyil. Mən şəbəkə üzərindən ona qoşulmalıyam. Bunun üçün konfigurasiyalarımız var ki, biz öz otağımızda oturaq, switchin olduğu şəbəkədən switchə qoşula bilək. Amma bundan əvvəl gəlin biz bu interfeysi, bu CLI-yi başa düşməyə çalışaq. Bu CLI Cisco-nun iOS adlandırdığı bir əməliyyat sisteminin şeyidir. Necə deyirlər, interfeysidir, CLI-dir, command line. iOS axlınız Apple-ınkinə getməsin. Bu Cisco-nun əməliyyat sistemidir. Cihazlar üçün ayrıdır. Adı iOS-dur. Bunda nətər işləyir prinsip? Təbii, fərqli cihazlarda fərqli cür komandalar var, əmrlərin adı dəyişir, istifadə qaydası dəyişir. Ancaq təməlində eyni məntiqdir. Yəni bunu proqramlaşdırma dili kimi düşünə bilərsiniz. Yəni C++ öyrənəndən sonra Python-a keçmək sizin üçün 2/2 olur. Çünki algoritmi falan bilirsiniz, sadəcə sintaksis dəyişir. Bu da eyni məsələdir. Cisco iOS-da necədir? Cisco iOS-da deməli əsas 3 dənə konfigurasiya modu var. Birincisi, baxın, bu böyükdür işarəsi ilə göstərilən. Burada heç bir səlahiyyətə sahib deyilik biz. İstifadə edə bildiyimiz komandlara baxmağa görə sual yazmağımız yetərlidir. Gördüyünüz kimi çox bir komanda yoxdur. Nə qara bildik? SSH ilə qoşulmanı eləyə bildik, telnet eləyə bildik, traceroute eləyə bildik, ping ata bilirik və ya exit yazıb mən birbaşa bu sessiyadan çıxa da bilirəm. İndi çıxmağa ehtiyac yoxdur. Bu sessiyada çox bir şey olmur. Bundan sonraki sessiyaya keçmək üçün biz enable komandasından istifadə edirik və bu CLI Linux based olduğu üçün Linux işlədənlər varsa biləcək. Taba basanda biz komandaları tamamlaya bilirik. Və ya tutaq ki, bir komandanın başlanğıcı yadınızdadır. Bu da qəşəng bir necə deyək, xüsusiyyətdir. Məsələn, mən bilirəm ki, komanda E ilə başlayır, amma davamı yadımda deyil də. Sual yazanda E ilə başlayan komandaları göstərir bizə. Göstərir ki, enable yaza bilərsən, exit yaza bilərsən. Və əlavə olaraq mənim tam enable-a axıra qədər yazmağıma da ehtiyac yoxdur. Fikir verin, E ilə başlayıb M ilə davam eləyən cəmi bir dənə komanda var. Ona görə sadəcə mən N yazıb Enter-a bastığım anda o komanda işə salmış ola biləcəm. Çünki başqa bir şey yoxdur. Bunu biraz yaxınlaşdıra bilsəydim daha yaxşı olar. Prosta yaxınlaşmır deyəsən. Siz rahat görə bilirsiniz bu ekranı, komandaları. Görə bilirsiniz, yoxsa səs gəlmədi. Nəysə. Burada N yazıb daxil ola bilirik. Bu enable moddur. Enable modda istifadə edə biləcəyimiz komandaların sayı artıq gördüyünüz kimi çalan artır. Salam Oktay, necəsən? Sağışda yadımdan çıxdı mənim. Yox, narahat olma ki. İşim yoxdur. Yox deyəsən, bir yaxdan öz-özümə danışıram. 2 nəfər var idi, o da çıxdı. Nə var, nə xəzət? Necə qoşulmurlar? Maraqlı gəlmir yəqin ki. Nəysə, biz davam edək. Nəysə, çox getməmişik olsun, narahat olma, başlar deyəməm. Evet, olsun, problem. Deməli, deyim, bu belə başlayaq hətta. Sənin üçün bir dənə 2 dəqiqə buranı sıfırdan başa salım. Bax, switchi biz ilk dəfə basanda, qutudan çıxardanda. Biz buna internet üzərindən heç bir şəkildə qoşula bilmirik. Çünki konfigurasiya olunmuyor. Sadəcə konsol kabeli vasitəsilə qoşula bilirik. Mən qoşulduğum konsol kabeli vasitəsilə buna, həmin o konsol kabeli də çıxır switchin öz paketindən. Sonra PATI adlanan proqramla
biz buna connection qura bilirik. Gəlirik düşürük bu CLI-ya. Command line interfeysə, switch-in öz interfeysi. Sonra başlayırıq buradan konfigurasiyamızı eləməyimiz. İki modumuz var. Adi mod. Enable'dır. Enable-dan enable moda keçirik. Burada istifadə edə biləcəyimiz komandalara baxmaq üçün sualdan istifadə edə bildik də, məsəl üçün clockdur, configurate'dir və s. və s. və s. Burada bunları istifadə edə bildik. Bu yerdə çox bizim işimiz yoxdur. Çox istifadə edə biləcəyimiz komanda da yoxdur. Əsas elədiyimiz konfigurasiyalar bizim configuration terminaldadır. Bu da Linux based olduğu üçün bu CLI tava basaraq biz tamamlaya bildik. Conf yazdım, tava bastım, tamamladı. Terminal yazıram, tamamlayır. Heç onu tamamlamaya da ehtiyac yoxdur. Bax, conf yazıram. Conf-la başlayan başqa əmr yoxdur deyə. Conf T yazırsan. Conf T yazıram, avtomatik girir. İndi mən istəyirəm ki, şəbəkə üzərindən qoşula bilim də mən switch-ə. Çünki hər dəfəsində konsol kabeli taxıb gedib qoşulmağım zaten biraz çətin məsələdir. Onun üçün də müəyyən bir konfigurasiya var, onu eləyirəm. Nədir bu konfigurasiya? Bir line VTY açıram uzaqdan qoşulmaq üçün və onun üzərindən switch-ə mən şəbəkədən qoşula bilmirəm. Telnetdən və ya SSH-dan. İndi paket trace onu dəstəkləmir, ancaq 80 və 440 portları açıb switch-in web browser üzərindən qrafik interfeysinə də qoşula bilirəm. Elə də bir variantımız var. Sadəcə mən keçmişəm deyə o vaxtdan CLI-dan işləmə. İndi məsələn işdə də bizim şöbə müdiri deyir ki, nəsə konfigurasiyanda avvela gir, bu qrafik interfeysdən rahat elə də, bu qapqara terminalda niyə qalmısan? Aslında mən keçmişəm deyə mən elə edirəm. O da şeydən asılıdır da. Adamdan asılıdır. Konfigurasiyamız nədir? Line VTY yazırıq. 0.4 yazırıq. Bu 0.4 nədir? Yəni 4 dənə aktiv qoşulmanı dəstəkləsin eyni anda. Bu 15-ə qədər yazıla bilir. 0-da daxil olmaqla 15-ə qədər, yəni 16 dənə qoşulmanı eyni anda dəstəkləyir. Line VTY yazdım. Gördüyünüz kimi burada dəyişdik. Config line oldu ki. Burada nə var? Buna password verə bilirəm mən. Password yazıram. Məsələn, olsun Cisco. 2 qoşulanda məndən password istəsin. Bunu daxil edəcəyim password yazandan sonra. Sonra bir dənə də login yazıram ki, bu passwordu məndən istəsin. Login yazmasam, orada password Cisco olmağın bir mənası yoxdur. Şey olacaq, şifrəsi olacaq. Amma qoşulanda məndən o şifrəni tələb eləməyəcək. Bunu da yazdım, sonra exit edirəm. Bundan sonra mən gəlirəm, switch-ə IP verirəm. Bu biraz insanların beynini qarışdırır. O saat ağılda bir sual əmələ gəlir ki, IP network layer'da işləyən bir şeydir. Yəni 3-cü layer'da işləyir. Switch 2-ci layer'da işləyir. Switch IP ilə necə işləyə bilər? Bu biraz baş qarışdıran məsələdir. Sadəcə burada əsas məsələ odur ki, o IP-ni biz switch-ə o IP üzərindən məlumat ötürsün və ya şəbəkədə iştirak eləsin deyə vermirik. Switch-in hər hansısa biz portuna da vermirik. Məsələn, router konfigurasiyası eləyəndə görəcək. Routerun girib konkret bir portuna biz IP veririk. Ancaq switch-də elə deyil. Switch-də virtual portuna IP veririk ki, sadəcə şəbəkədə o IP-yə müraciət edərək biz switch-ə qoşula bilirik. Yoxsa o IP-nin başqa bir konfigurasiyası olmur. Hətta o IP-yə management IP deyirlər. Yəni sadəcə konfigurasiya eləmək üçün switch, SSH-dan, telnetdən, browser üzərində qoşulanda istifadə etdiyimiz bir şeydir. Onun üçün də interface VLAN 1 yazıram, daxil olan VLAN 1-ə IP adres deyirəm. Məsələn, 192.168.1 3 verək məsəl üçün. Subnet maskını yazıram. 255.255.0 Sonra da bunu aktivləşdirirəm. Aktivləşdirmək üçün də no shutdown əmrindən istifadə edirəm. Ümumiyyətlə no SH yazanda tamamlanmır. Tamamlandı. Gördüyün kimi up oldu. Ümumiyyətlə Cisco-da, iOS-da belə bir xüsusiyyət var. Nə əmr yazmısansa, onun tərsini yerinə yetirmək üçün başdan no yazırsan. Yəni shutdown nə deməkdir normalda? Söndürməkdir də. Amma mən portu aktivləşdirmək üçün no shutdown yazıram. Məsələn, bu IP-ni verdim mən, ləğv eləmək istəyirəmsə bunu, bu komandaya gələcəm. Bu arada tuşları ilə bir əvvəlki komandaya qayıda bilirəm, yazmasam da olur.
Qarşısına gəlib bunu no yazdığım anda bu yazdığım komanda iptal olmuş olacaq. Bir növ geriyə qayıtmış olacaq. Yəni onu da bil. Aha, Lazım tamam. olursa konfiqurasiyada sadəcə başına no yazırsan iptal edir. Tamam. Tamam. Mən artıq bu konfiqurasiyanı bitirmiş oldum. Çıxa bilərəm buradan. Exit yazıram, çıxıram. Bu konsol kabelini də mən ləğv edirəm, gəldim. Bizə dəqiqə. Konsol kabelini də ləğv edirəm. Normal bildiyimiz internet kabeli ilə gəlirəm, fast etherneti qoşuram bu switchin fast ethernetinə. Bu səfər konsoluna qoşmuram. Bu da başda aktiv olmur, bir müddət gözləyirik. Buradan qarşıya verərək ötürə bilmirik. Onun da STP ilə əlaqəlidir. Onu söndürə də bilirik, falan da bilirik. Loop yaranmasın deyə istifadə olunan bir şeydir. Spanning tree protokolu. İlərlədikcə mövzular onlar haqqında da danışacağıq. Tamam. İndi mən gəlib bu şey üzərindən, CMD üzərindən, bax command prompt. CMD üzərindən ona qoşula bilirəm. Telnet eləyəcəm. Telnet 192, 168. Sadəcə mən kompüterə IP vermədim. 192, 168, 168, 1.5. 255, 255 sıfırla da verdim bunu. Gəlirəm, telnetlə qoşururam. 192, 168, 1.3 vermişdim də, səhv eləmirəmsə. 1.5. 1.5 kompüterin üçün də mən switchə Ha, qoşuldum. switch'e bilirsən. Görürsən, password istədi məndən. Passwordumu yazıram, Cisco. Switchdəyəm artıq. İndi bundan sonra mən artıq öz otağımda oturub kompüterimdən artıq bu switchə qoşula biləcəm şəbəkə üzərindən. Amma mən bunu belə eləməyəcəm, çünki buradakı interfeys biraz pisdir. Yaxınlaşdırıb eləmək olmur. Yəni zoom zad eləmək olmur. Ona görə Cisco bizə belə bir şey eləyib, switchin üzərindən birbaşa girib CLI-na girə bilirsən də, yəni bu şəkildə. Burada biraz daha rahat görünür. Hətta bunu zoom eləmək olursa zoom eləyək. Tam olaraq yadımda da, prosta rahat gör deyə zoom eləyim. Save front. Buydu deyəsən. Görünür, narahat olma. Görünməyindən narahat olma. Görünür yəni rahat. Görünür. Kod səsi görünür rahat. Buralarda bir yerdeydi əslində. Tapsam videoda da rahat görünərdi. Available text, iOS text. Buydu. Deyəsən buydu. Hə, buymuş. Tamam, belə rahat görünür. Tamam. Gəlib mən buradan çıxıram. Digər şeylərə baxaq. İndi IP adres verdik. Bu switchə də bir dənə cihazımız bizim hal-hazırda qoşuldu. Gəl indi interfeyslərə daxil olmaq falan o işlərə baxaq. Baxaram görürəm mən fast ethernet 0.11-ə daxildir. Qoşuluqda kompüter. Hətta belə eləyək, bu burada dursun. Burada biraz balacalaşdıram. Bu gəlsin burada dursun, rahat görək oranı. Tamam. Məsəl üçün, interface fast ethernet qısaca yaza bilirəm. Qısaca yazmağa öyrəşmisiniz də ki, rahat olsun sonra işləmək. Sadəcə daxil olmaq üçün configuration terminalına keçməliyəm. Buradan da interface fast ethernet 0.11. Daxil oldum. Hal-hazırda kompüterin qoşulduğu portdayım. Nə demişdik biz? Shutdown-dan portu söndürə bilirik. Bax, söndürdüm, port qırmızı oldu. Sonra no shutdown-dan da mən bu portu yandıra bildim. Təzədən, bax, yaşıl oldu. İndi spanning tree işləyir deyə narıncıdır. Birazdan o da yaşıl olacaq. Mən portlara tək-təkdə müraciət edə bilərəm. Amma tutaq ki, 3-5 portum var mənim. Hamısına eyni anda müraciət eləmək istəyirəm. Range ilə də müraciət edə bilərəm. O da nətər olur? Interface range fast ethernet məsəl üçün olsun 0.1-dən 0.1-dən 12-yə qədər. Bu 12 portuna da aid olacaq. Məsələn, gəl hamısına bir dənə shutdown verək. Shutdown. Show IP interface brief ilə də baxaq. Sadəcə show komandalarının hamısı ping
traceroot falan da daxil olmaqla. Bu komandalar hamısı enable modda işləyir. Configuration terminalda və ya digər yerlərdə işləmir. Sadəcə o enable'da işləyib digər configuration terminalda işləməyən komandaların qarşısına do yazaraq işlədəndə configuration terminalda da işlədə bilir. Məsəl üçün mən bura show yazmağa çalışsam, bax. Görsən tamamlamış. Çünki show yoxdur. Do show yazmağa çalışsam. Yenə tamamlamış. Amma işləyəcək. Do show yazanda işləyəcək. Məsəl üçün nəyə baxaq? İnterfeyslərin şeyinə baxaq. Vəziyyətinə baxaq. Do show IP interface brief. Baxıram, görürəm ki, 1-dən 12-yə qədər administrative down deyir. Yəni bu nə deməkdir? Biri var down, yəni bu port işləmir ümumiyyətlə. Yəni qoşulu deyil. Bir də var administrative down, yəni administrator tərəfindən söndürülüb. Yəni port işləyə də bilər, işləməyə də bilər, onu mən bilmirəm, amma administrator söndürüb bunu. Onu da bayaqların biz girib söndürmüşdük. Sağ ümumiyyətlə bir show komandanı, o şeyi də göstəreyim, məsələn, show interface, show IP interface brief yazan da işləməyəcək. Qarşısına do yazmalıyam mən. Do yazan işləməyəcək. Gəl çıxaq buradan, buradan da çıxaq. Show komandalarına baxaq. Ümumiyyətlə biz nələrə baxa bildik, nələrə görə bildik. Show running config var. Hal-hazırda işləyən konfigurasiyama mən baxa bilirəm. Sən gəl baxaq görək biz buradan nələr eləmişik running config-də. İnterfeysi söndürmüşük, bayaqlarım 12-yə qədər söndürdüyümüz interfeys. Yəni hal-hazırda işləyən switchdə nə konfigurasiya varsa, onları burada görə bildik. Görsən, məsələn biz IP adres vermişik, line BT-yə təyin eləmişik, nə bilim nə. Amma mən bu switchi söndürsəm və yandırsam, onların heç biri işləməyəcək. Niyə? Switchdə vəziyyət belədir. Bunu switch olaraq düşün. Switchdə bir şey var, NVRAM var. NVRAM. Bir RAM var. Bir RAM var. Bir də nə idi ayollar? Flash idi deyəsən, yaddaşladı. Tam olaraq dəqiq yadımdadır. Flash idi deyəsən. NVRAM-da bizim switchin ümumi konfigurasiyası, yəni yaddaşa yazılmış konfigurasiyası olur. RAM-da running config olur. Flash-də isə Cisco-nun IOS olur. Bunu bir şey kimi düşün də, yəni BIOS kimi, əməliyyat sistemi olur. Cisco-nun IOS elə oranın switchin routerun əməliyyat sistemi deməkdir. Mənim hal-hazırda RAM-da bu konfigurasiyama, bu show running config yazıb baxdıma bunlar. Bunlar hamısı RAM-da. Mən switchi gəlib buradan söndürüb yandırsam, bu konfigurasiyalar itəcək. Onun üçün nə var? Bu burada yazılan konfigurasiyanı running config-də keçirməliyik biz startup config-ə. Yəni bura startup config-də əməliyyat sistemi başlayanda oxuyub başladığı, yəni nə varsa orada söndürüb yandıranda onunla işləməyə başlayacaq. Startup config-də odur. Onu da oraya yazmanın iki yolu var. Nətər eləyirik? Gəlirik ya əmrimiz budur. Write yazırıq. Ya da copy running config startup config. Bu şəkildə yazanda ya write ya da bu şəkildə konfigurasiyamızı biz şeyləmiş olduq. Oraya yazmış olduq. Hətta konfigurasiyamızı yazaq. Destination was startup config OK. Avtomatik yazılmış oldu. Yəni mən bunu söndürüb yandırsam da bu switchi internet kəsilsə də, şey eləsə də, mən elədiyim konfigurasiyalar itməyəcək. Tamam. Nəsə sualın var idi? Yo. Tamam. Sonra show-la baxa bildik biz, məsələn, nəyə? Interfeysin statuslarına. Interface status. Bax, görürəm. Disabled'dır. 12-yə qədər. Duplex-i autodur. Yəni duplex bilsə nədir? Bir cavabını da belə burada başa salın. Half duplex, full duplex, auto nədir? İndi şəbəkə üzərində məlumat ötürülməsi, alınması iki cür baş verir. Tutaq ki, iki dənə mənim məlumat ötürücüm və ya alan hostum var.
Bunlar ya məlumatı eyni anda ötürür, ya da alır. Yəni ya ötürür, ya alırsa, bu half duplex adlanır. Yəni eyni anda həm ötürür, həm də almır. İkisindən birini edir. Əgər həm eyni anda həm ötürüb, həm ala bilirsə, bu olur full duplex. İndiki cihazların bütün hamısı demək olar ki, full duplexi dəstəkləyir. Half duplexdən işləmir. Bəs auto nədir? Tutaq ki, mənim bir burada switchim var. Bunun portu autodadır. Qarşıda da 2 dənə cihazım var. Bu half duplexdədir, bu da full duplexdədir. Niyə deyirəm? Half duplex indi istifadə olunmur. Prosta yəni də köhnəlmiş tutaq ki, bir strukturdursa, orada qalmış ola bilər. Ona görə bu xüsusiyyət var. Yoxsa günümüzdəki hamısı onsuz full duplexdə işləyir. Switchimin 2 portu da autodadır. Ümumiyyətlə bütün portları autodadır. Mən bunu buna qoşanda bu aradakı connection var ha. Bu half olmuş olacaq. Switch bu portun avtomatik half eləmiş olacaq. Bunu isə full eləmiş olacaq. Yəni auto odur ki, qarşıdakı halfdırsa mən də halfam, avtomatik olaraq təyin edirəm. Qarşıdakı fulldursa mən də fullam. Yəni əvvəlcədən orada nə olduğunu bilmirəmsə mən bunu qoyuram ki, hə full da olsa olsun, half da olsa bu olsun da yəni. Auto onun üçündür. Onu bütün şeylərə, portlara ayrı-ayrı özün verə bilirsən də. Hə. Hamısını özün təyin edə bilirsən. İndi birazdan ona da baxarıq. Yəni bu şəkildə görə bilərəm. Məsələn, bunu görürəm ki, disableddır. Bunlar ümumiyyətlə not connecteddir. Qoşulmayıb heç birinə. Məsələn, gəlib buradan bir dənə kompüter qoşsam mən şeyə, switchə, gəlirəm, məsəl üçün qoşuram, neçənci portuna qoşuram? 21-ci porta qoşum. Bunda verim biraz qarşıya. Bir də baxaq statuslara. Məsələn, neçənci porta qoşmuşdum? Deyə burada. 21 connected oldu. Bu şəkildə buradan buna baxa bildik. Statuslarına. Bu da bunlar daha çox show komandaları şey üçün istifadə olunur da, yəni troubleshooting eləmək üçün istifadə olunur. Məsələn, yazırsan, nəsə internet getmir hansısa kompüterdə, nəsə problem var. Hə, o zaman girirsən, məsəl üçün birinci kompüterdə baxırsan, görürsən, kompüterdə hər şey okeysə, girirsən switchdən, show-la baxırsan, görürsən vəziyyət nə yerdədir. Və ya konfiqurasiya edəndən sonra baxırsan ki, görək düzgünmü işləyir, səhvmi işləyir, nədir vəziyyət. Show komandaları bunun üçün. Ümumiyyətlə hamısı. Tamam. Başqa nəyə baxa bildik? Show komandaları ilə. İnterfeyslərin statusuna baxdıq. İnterfeyslərin özünə də baxa bildik. Buradan ətraflı şəkildə məlumat görə bilirəm. Məsəl üçün 01 administratively downdur, line protocol disabled'dır və s. MAC adresi budur. Sonra nə bilim. Yəni burada çalan məlumatlar da hər biri haqqında dənə-dənə buradan ətraflı məlumat ala bilirik. Bu şəkildə. Ctrl-C ilə də çıxa bilirik. Linux based olduğu üçün Ctrl-C ilə bu mor yazılan yerdən çıxa bilirik. Deməli, interface descriptionlara baxa bilirəm. Məsəl üçün, mən hansısa bir interfeysə girim. Enable conf-t. Məsəl üçün, girək neçəyə girək? Interface fast ethernet 0.5-ə girək məsəl üçün. Fərqi yoxdur. Bu indi shutdown eləmişdim, söndürmüşdüm. O gəldən o shutdown eləyim, təzədən açım. Description yaza bilirəm. Description nədir? Yəni adı üstündədir. Yəni açıqlama yazırsan bu porta. Tutaq ki, bu port mənim üçün önəmli bir portdur. Yadımda qalmağını istəyirəm ki, budur. Məsələn, filan otağa gedən kabel və ya uplink kabelimin bu olduğunu qeyd etmək istəyirəm. Uplink cable. Yazdım ora. Sonra mən nə vaxtsa yadımdan çıxdı bu konfiqurasiya. Mən uplink kabelimi axtarıram. Dənə-dənə o otaqdan gedib bunu fiziki olaraq axtarmaqdansa, məsələn, show komandası ilə gəlirəm. Interface description edirəm. İşləmədi. Show interface. Bəlkə başqa əmr var ona görə. Bu əslində işləməli idi, əmr budur da. Yazaq des. Əmr buydu axı. Mən unutdum. Show
Başka show yazırdıq. Unutdum ya. Məncə burada da görünməli idi əlavədən. Amma görə burada görünmür. 5-ci porta baxaq. Description var bax bax. Applicable. Bax, description burada da var, amma sadəcə descriptionlara da baxmaq olurdu axı. Nəysə. Ola bilər komanda fərqli idi və ya ümumiyyətlə elə bir komanda mı yox idi? Fortinet-də idi o komanda. Nəsə yadıma gəlir mənə elə bir şey. Yəqin ki bu Cisco-da yoxdur. Bəlkə də ola bilər. Nəysə, yəni description girib buradan da baxmaq olur. Fərqli konfiqurasiyalara fərqli yerdən baxmaq olur. Yəni bu portun down olduğunu bəlkə də biz neçə yerdən baxdıq da. Bu da belə. Statsa bir də baxacağam. Şurada telefon stats. Görüm o 5-ci port aktiv oldu həqiqətən. Görürsənіз description burada da var. Yəni bir çox yerdən baxa bilirik də yəni. Sonra nəyə baxa bilərik? MAC address table-na baxa bilərik. Onu keçən dəfə görmüşdük. Show MAC address table çox istifadə olunanlardan bir dənəsi yenə. Burada da MAC address table-unu görə bilirik. İndi heç bir ping zad atmamışam deyə boşdur. Əlbəttə ki, normal olaraq. Ping atsam gəlib bura düşəcək MAC address məlumatları. iOS-un yəni əməliyyat sisteminin hal-hazırda işləyən versiyasına baxa bilirdim. Deyəsən. Show version'da. Haqqında məlumat yazıb da, yəni switch-in modeli budur, versiya budur, image, yəni profişkanın şeyi budur və s. Port sayını qeyd edib burada 26 portu var. Microsoft məsəl üçün 24 dənə normal Ethernet portu, 2 dənə də gigabit, indi konsol saymır da. 2 dənə də gigabit 26 portu var. Orada onu göstərir. İndi VLAN-lara baxa bilirik, CDP-lərə baxa bilirik, CDP neighborlara falan. İndi prosta VLAN, CDP zad onları keçməmişdik ya, onları demirəm. Baş qarışmasın deyə. Vaxtı gələndə onları da şey eləyərik, göstərərik. Show ulan brief falan olardı da. Necə? Show ulan brief. Yəni onları VLAN dərsini keçəndə orada görəcək də, yəni VLAN-lara necə baxmaq lazımdır falan belə. Və ya CDP, LLDP keçəndə onları da görəcək. Show history ilə istifadə etdiyim komandaları görə bilərəm. Görürsən. Ən son versions. Bu həm uğursuzu hamısı yadda saxlayır, yoxsa sadəcə uğurluları? Necə? Sadəcə uğur. Bu elə bir bəzən yazırsan keçmir, götürmür. Hə. Bu ancaq keçənləri götürür də. Yo. Ümumiyyətlə nə yazılıbsa. Bax fikir ver. Bunu yazmışdıq, keçməmişdi. Və ya bunu yazmışdıq, keçməmişdi. Bax görsənmi? Onları da götürür. İndi məsələn mən conf terminala keçsəm, burada show history eləsəm, burada show işləməyəcək də, show history. Bu da config terminalda yazdıqlarımı göstərəcək. Yəni necə deyim, harda nə yazmışamsa show history ilə oradakılara baxa bilirəm. Sən görsən? Sonra switch-in saat ayarlarına baxa bilirəm. Show clock eləyərək. Görürəm ki, 1993 martın 1-də qalıb. Onu dəyişə də bilirəm. Hətta onu dəyişək. Bu nə üçün lazım olur? Saat ayarlarını dəyişmək. Yəni normal olaraq şəbəkədə hər bir cihazın saat ayarı bir-biri ilə eyni olmalıdır ki, şey işləyə bilsinlər. Necə deyim? Paralel işləyə bilsinlər, yəni bir-birinə uyğunlaşdıra bilsinlər. Təbii ki, bu biz əllə gedib ayarlamırıq heç birini. Yəni çünki NTP deyilən bir şey var, Network Time Protocol'da yəni. Onun üzərindən şəbəkədən məlumatı alır, saat ayarlarını oradan alır. O da inşallah vaxtı gələr danışırıq. Orada atom saatından, atomik saatdan, yəni stratum 0 səviyyəsindən stratum 1 səviyyəsinə serverə gəlir. Oradan başqa bir serverə gəlir. Oradan başqa bir serverə gəlir. Sonra bizim serverə gəlir bu məlumat. Bizim serverdə şəbəkəyə bölünür. Məsələn, lokaldakı serverə gəlir o məlumat, NTP serverə.
O da şəbəkəyə bölür məsəl üçün. Yəni o cür girib əllə yazmırıq, amma nəsə ehtiyac olarsa, yəni belə də bir əmr var da, yəni ki, bilin. Şeylə yaza bilirik, əllə yaza bilirik. Bunun üçün terminala keçməliyik. Əmrimiz belədir. Clock set saatı yazırıq. Məsəl üçün neçə olsun? İndi saat neçədir? 21:53. 21:53. Sonra saniyəni yazırıq. Yəni bu bildiyimiz şeydir də. Hour, minute, second olaraq yazılır. Bildiyimiz standart. Ay necə yazılır? Ay ingilis dilində adı ilə yazılır. Məsələn, indi hansı aydayıq? İyundayıq da, düzdürmü? Julay yazıram buna. Sualla da baxa bilirəm səhv eləmirəmsə, yoxsa. Məncə sualla baxa bilməliydim. Nəysə, baxamırıq. Julay yazdım. Ayın neçəsidir indi? 7-si, ilimizdəki 2026. Bəlkə donu yazmaq lazımdır. Yox, doluq deyil. Clock set. Clock setdə niyə xəta verdik? Time zone, configure time zone. Clock set idi də. Güzel dəqiqə. Necə oldu ki bu? Time zone. Nəşkə birbaşa belə yazmağa çalışaq. 53:00 Julay 7 Julay düz yaz. Maraqlıdır. Setlə, clock setlə yazırdıq da. Bəlkə birinci time zone yazıb sonra yazmaq lazımdır. Yəni time zone time zone deyəndə nəyə nəzərdə tutur ki, bu onu anlamadım. Bu belə deyil də axı ya. Görürsən switch-in modeli. Görə fərqi var. Maraqlıdır. Bir də kəmlərə yazılır. Bəlkə konfigurasiya şeydə işləyirmiş. Normalda. Enable'da işləyir. Hə, tamam. Clock set düzdür. Düzdür. Clock set düzdür. 00. Hətta burada göstərmədi. Yenə göstərmədi. Görək. Julay 7. Tamam. İndi işlədi. Show. Səsi bağlaya bilərsən, echo verir. Tamam, bağladım. Show clock eləyəndə indi işləyir normal şəkildə. 21:53, 11-ci saniyə, Tuesday, July 2026. Bu şəkildə. Yəni, bu bilmək də vacibdir əslində. Adamın həqiqətən bəzən yadından çıxır, çox istifadə olunmayan komandalarda. Hansı komandanın harada işlədiyi. O da deyim ki, sual olaraq yazıb baxa bilirsiniz. Əslində elə buradan baxsaq biz biləcəkdik, çünki clock əmri buradadır. Ona görə burada işləmir. Даже configuration terminalda işləmir. Bu şəkildə. Sonra nələrə baxaq? Show'ları gördük. MAC address table-na baxdıq. Initial configuration-lara baxmaq istəyirəm. Gəlin passwordlara baxaq. Passwordlarda nə üçündür? Adı üstündə, yəni təhlükəsizliyi təmin etmək üçün biz hər bir səviyyəyə ayrı şəkildə, məsələn, bayaqları necə konsol kabelindən qoşulanda baxdıq. Даже password qoyduq, konsol kabelindən qoşulanda məndən password istəsin. Onun üçün, daha doğrusu onun kimi digər şeylərə də password qoya bilirəm. Necə deyək, məsələn, enable
Və keçmək üçün password qoya bilərəm. Gəlin onu qoyum, elə eləyərkən göstərək. İkinci configuration terminala girək, password qoymaq ücə configuration terminalda idi. Onu dəqiq bilmirəm. Conf enable iki cür password verə bilirəm mən. Bir enable password var. Gəl birinci onu göstərim. Enable password məsələn Cisco verir. Bir də enable secret verə bilirəm. Fərqi nədir onun? Belə bir şey eləsəm mən do show running burada tamamlamayacaq da prosta. Gəl bunu şeydə eləyək enable'da. Show running config desəm, gəlib mən bura baxsam konfigurasiyama. Bax. Görürsən? Burada mənim verdiyim password Cisco birbaşa açıq şəkildə görünür. Yəni kimsə gəlib mənim konfigurasiyamı oxusa, burada mən bütün şifrələrimi görəcək. Enable secret nə işə yarayır? Enable secret eləyəndə o passwordu hashləyib saxlayır. Running config-də. Səncə configuration terminala girək. Bayaqlarım yazdığım əmr idi. Qarşısına o yazıram. Bunu ləğv edirəm. Belə yazaq. Ləğv elədim. İndi enable secret təyin edirəm. Enable secret. Yenə Cisco yazıram şifrəni. İndi baxsam mən running config-imə. Bax görürsən. Enable secret mən şifrəmi hashlənmiş şəkildə göstərir. Yəni açıq aydın ortalıqda qalmır da şifrə. O görə enable secret vermək təbii ki də daha yaxşıdır, nəinki password vermək. Bir dənə şey soruşmuş. Tutaq ki, şifrən yadından çıxdı da. Onu hash-i nətər şey edirsən? O hash-i geri qaytarmaq olmur. Yəni bu getdi də. Tamam. Belə də yenidən verə bilirsən bəs? Necə? Yenidən verə bilirsən? Adminsansa, hə. Okey. Yəni adminsansa olsa belə bir şey deyəsən də. Nədən olmadı? Sən bir dənə səsinə bağla. Girib şey eləyə bilirsən. Olsa sən adminsənsə, şəbəkə administrasiyasının müəssisəni, sənin enable passwordu salan bilməyə ehtiyac yoxdur da sistemə girmək üçün. Gedib switch-i birbaşa sıfırlaya da bilərsən. Məsəl üçün də, yəni ən bəsitindən deyirəm. Gedib switch-i sıfırlaya da bilərsən. Sənin üçün ki, o fizik olaraq əlin çatır. Məntiqli deyil, switch-i sıfırlasan, əlbəttə ki, onun bütün konfigurasiyası itəcək. Onun üçün gedib enable passwordu dəyişərsən. Bu şəkildə. Tam indi mən məsəl üçün burada şey vermişəm ha. Line VT-yə şifrə vermişdim şeydən qoşularkən görmək üçün. Görsən, bunu da passwordla vermişdim deyə açıq aydın mənim şifrəm görünür. Onu da şeylə vermək olur. Necə deyirlər? Secretlə vermək olur. Göstərmirəm çünki eyni şeydir birbaşa. Bir də belə bir şey var idi. Səhv eləmirəmsə, indi dəqiqləşdirəyim. Configuration terminala girək. No enable secret deyək bunu silək. Enable password verək. Password məsələn Cisco olsun. Səhv eləmirəmsə service password belə bir komand password encryption deyəsən bunu eləyəndə, bunu işləyəndə bütün mənim şifrələrimi enkripsiya eləyir də, yəni plain text-dən yaxçına çevirir. Görək olacaqmı? Belə bir şey var idi. Sözün düzünü deyim, mən yoxlamamışam heç bunu ki, bu gərəksiz bir şeydir, yəni birbaşa secret yaz geçsin. Yəni belə də bir şey var. Show running config eləyək. Gördüyün kimi enable passwordumu mən şifrələyib. Sadəcə yəni deyirəm, bu nəyə ehtiyacdır, yəni belə bir şey. Ümumiyyətlə enable password komandası niyə var, hələ də bilmirəm sözün düzü. Çünki yəni şifrələmək olursa birbaşa şifrələyək də. Hər halda running config-də açıq olaraq saxlamaq istəyənlər də ola bilər. Niyə bilmirəm, amma ola bilər də. Yəni Cisco hər ehtimala qarşı qoyub da. Sadəcə yəni şey yazanda, secret yazanda avtomatik şey eləmiş olurlar onu. Bu şəkildə. İndi mən məsəl üçün enable passwordumu qoyum.
Hal-hazırda mənim enable passwordum var da Cisco. Gəl buna bir dənə uzaqdan şeylə qoşulaq. Konsol kabeli ilə qoşulaq. Qoşuldum. Prosta məsələn portu şeyi sönlü göstərib. Böyük ehtimalle onda söndürmüşəm mən. Ortada şeyi də söndürmüşəm. Onu bir açaq görək. Konsol kabelini söndürməmişdim axı amma. Configuration terminal. Interface pass determinate. 0'dan 24'e kimi. Interface pass determinate. 0'dan 0 yoxdur axı. 1'dən 24'e kimi. Niyə belə eləyir? Hə. Estağfurullah. Range yazmıram axı. Range fast determinate 0'dan 1'dən 24'e kimi girdik. Bir də bunların hamısına shutdown edək. Hamısı açılsın. Bu konsol kabeli niyə sönülü qaldı? O biraz mənə qaranlıq qaldı. Sans konfigurasiyada onu söndürdük ki. Elə bir konfigurasiya eləmədi yox məncə. Maraqlı bu. Ha. Mən sub portuna qoşuram bunu. Bunu RS232'ye qoşmaq lazım idi. Aha, indi oldu. Deyirəm axı bunun konfigurasiyasını nəsə bir fərqli eləməmişdim mən. Gələk buradan terminaldan bat üzərindən qoşulaq. Sadəcə mənim aktiv konfigurasiyam qalıb. Buradan exit eləyək. Çıxaq təzədən qoşulaq. Exit dedim. Ümumiyyətlə çıxaq. Bir də qoşulaq. Disconnect. Bu niyə avtomatik qoşuldu ki? Avtomatik qoşulmamalıydı. Maraqlıdır. Yoxsa sıfırdan bir switch təyin edir, onu qoşulmalıca. O avtomatik qoşulur. Prosta niyə qoşulur anlamadım. Sıfırdan bir switch təyin edək. Bunun üzərində 2 dəqiqə bir dənə line VT konfigurasiyası edeyim mi? Enable line VT 04. Nerede okuna bir dənə password. 200 login exit interface IP adres 9268 1.5 verək məsəl üçün 353 0 no shutdown exit okay, bir dənə enable password Cisco deyim, buna da 1-2-3 verək məsəl üçün 1-2-3 okey. Şimdi qoşulanda məndən enable password istəməlidir. Qoşulaq. Sadəcə buna da bir dənə IP verək. 192.168 1.10 verək məsəl üçün. Qoşulaq. Terminal üzərindən.
Maraqlıdır bu. Niyə avtomatik qoşulur ki? Aa, mən Pati üzərindən qoşulmağa çalışıram. İnternetlə qoşulmalıyam. Mən də deyirəm avtomatik niyə qoşulur? Pati üzərindən girib qoşulmalıyam. 192 168 1.5 demişdik də. 1.5 değildi. Nəysə gəlin biz buna qaydaq. Bunu telnetlə qoşacaq. 192 168 1.3 vermişdim səfərimizdə. Ya bunu da mən konsol kabelinə qoşmuşam axı. Tamam, tamam. Ümumiyyətlə başım gedib. Ona fikir verirəm. Tamam. Hər şey hazırdır. İndi qoşulanda məndən enable password line VPN passwordunu istəyəcək. Switch-ə qoşuldum hal-hazırda. Enable-a keçmək istəyəndə məndən yenidən password istəyəcək. Daxil edəcəm. Bu şəkildə qoşulmuş olacaq. Sadəcə bayaqdan mən Pati üzərindən qoşulmağa çalışıram. Unutmuşam ki, Pati üzərindən qoşulanda avtomatik onsuz da şey atır da. Yəni səndən heç bir şifrə mifrə istəmir. Yəni fizik olaraq qoşulmusansa olsa şifrəyə ehtiyac yoxdur. Rahat eləyə bilirsən. Biz şəbəkə üzərindən qoşularkən o şeylər tətbiq olunur. Necə deyək? O passwordlar tətbiq olunur. Yəni bu qədər. Dərsdə daha da bir şey aklıma gəlmir. İlk konfigurasiyalardan ən azından. Bundan sonra da qarışıq gedəcək. Router qarışıq, switch qarışıq ilərləyəcək. Başqa sualı olan konfigurasiyalar haqqında və ya dərsdə dediklərimiz haqqında yoxdursa bitirə bilərik. Düşünürəm, başqa görüm bir şey qaldı mı demədiyim. Bir dənə onda deyim son olaraq. Bu bayaqlarım dublex ayarı soruşmuşdu, nə Səid? Onu əlindən ayarladım. Gəl ona baxaq. Cisco yazaq. Cisco. Configuration terminal. Məsəl üçün, bir dənə interface show interface status deyək. Görürsən, məsəl üçün, bir autodadır da indi hal-hazırda. Bunu bir təsdiqləyək, birin autoda olduğunu. Sonra gedək onu dublex, məsələn, full dublex eləyək və ya half dublex eləyək. Birin half, birin full eləyək. Məsələn, biri full eləyək, birin half. Interface fast ethernet 0.1 daxil oldum. Komanda çox sadədir. Ümumiyyətlə, bu istifadə eləməyəcəyiniz bir şeydir. Çünki dedim ki, hamısı default autoda qalmağı ən gözəlidir. Full yazıram, dublex, full. Bundan çıxıram, məsəl üçün fast ethernet 0.2-yə də daxil olub. Ona da dublexini təyin eləyək, half. Buradan ümumiyyətlə çıxıram, bir dənə baxaq, görək, oturdu mu? Bax, görsən, bu fulldur, bu halfdır. Bu bizlər autodur. Sadəcə bir dənə bunu böyüdək, tam yerinə otursun, rahat görsün. Speeddə autodadır. Bu belə baxanda biraz şey görünür. Həm auto, həm full. Baş qarışıq ola bilər. Burada məsəl üçün. Belə baxanda tam aydın görünür. Dublex. Prosta baxın, bayaqlarım şeydə idi də, orada full şey göründü. Prosta avtomatik özü autoya qayıdır. Məsələn, mən gəlsəm bir dənə də fast etherneti mən şey eləsəm, konfigdə mən gəldim. Interface işini elədim, elə bil ki, half dublex. Gəldim, şeyə baxdım, show statusa baxdım. Ki, half dublexdir. Yəni bu şəkildə. Gəlib bunu baxsam, birazdan təzədən şeyə qayıtmalıdır məncə. Yenidən fulla qayıtmalıdır. Yaxlarım qayıtdı. İndi qayıtmır. Məsələn, bax, burada qayıtmışdı. Görsən. Yoxsa, yox, bu ən başda baxdığımızda əslində. Nəysə. Yəni, bu ümumiyyətlə, bu dublex qaydaları istifadə edəcəyiniz bir şey deyil də, yəni, Səid, onu da deyim.
Aslında avtoda qalmağa default olaraq ən gözəlidir. Bu qədər. Yaxşı. Başqa bir İndi sual. belə bir sual verim də. Bu portlara biz nə bağlasaq, elə bir ki, sağa bir şey bağladıq, sola ayrı bir şey bağladıq. Halfdırsa half, duplexsə şeydirsə tamdırsa tam olacaq. Hə, halfdırsa olacaq. Hə, okey. Sən o gedib ayarlamağa ehtiyac yox. Tamam, başa düşdüm. Ki, onu da əlavə edeyim. Half ümumiyyətlə qarşıma çıxmayacaq yəni. Onu da unut. Sadəcə bu halfın saxladıqları səbəb odur ki, çox köhnə ola bilər şeylərdə, məsələn, o vaxtdan deyil, 30 il əvvəl qurulmuş bir topologiya var, hə, o vaxt half olub. Hər ehtimala qarşı, yəni ISO-da saxlayırlar bunu, iOS-da da, əməliyyat sistemində, qrafikada var belə bir şey ki, hə, auto var, half olanda half olsun da, yəni avtomatik. Amma zaten half yoxdur, günümüz texnologiyasında şəbəkə xətti üzərindən həm məlumatı eyni anda almaq, həm də ötürmək olur. O görə hamısı full. Bu qədər. Sual yoxdur? Onu sonlandıraq dərsi. Yox, sual yoxdur.